İnvest Akademiyaya xoş gəlmisiniz. Bugün bir qədər futuristik mövzuya toxunacağıq. Son vaxtlar qabaqcıl texnologiyalar, xüsusilə kvant hesablamaları və kvant kompüterlər haqqında çoxlu şərhlər və müzakirələr ortaya çıxır. Belə şirkətlər həqiqətən də yaranır. Onlara maraq artır və investorlar üçün ən diqqət çəkən cəhət odur ki, onların səhmləri yüksək templə artır. Son bir ildə 500, 300 və hətta daha çox faiz artım görə bilərik. Gəlin bugün tam şəffaflıq və obyektivlik rejimində bu istiqaməti müzakirə edək. Elə bugün belə şirkətin nümunələrini olan bir post oxudum. EON, Rigetti, D-Wave, ARK, Quantum Computing və başqaları onların səhmləri 15-20% baxlaşıb. JP Morgan və digər böyük banklar aktiv şəkildə pul yatırır. Kvant texnologiyalarına maraq açıq-aşkar artır. Bu istiqamətin bütün üstünlüklərini və mənfi cəhətlərini obyektiv nəzərdən keçirməyə çalışacağıq. Mövzumuza keçməkdən öncə sizə bu videonun sponsorunu təqdim etmək istərdim. Taksi 9111 sərfəli qiymətə yüksək xidmət. Mobil tətbiqdə Invest promokodunu istifadə edin və balansınıza 10 AZN əldə edin. Əgər siz də bizim buraxılışımızın sponsoru olmaq istəyirsinizsə, bizimlə e-mail vasitəsilə əlaqə saxlayın və ya Instagramda yazın. İlk şirkətdən başlayaq. EON Quantum Computing. Görək o nəyi təmsil edir? Artım həqiqətən təsirlidir. 2 il ərzində 13 dollardan 70 dollara qədər. İldəki artım təxminən 483%. Hazırda şirkət yan tendensiyadadır. Şübhəsiz ki, hər bir investor portfelində ildə 400-500 artan birə kağızların olmasını istəyərdi. Və şirkət daxildən nəyi təmsil edir? Qiymətlər baş gicələndirici şəkildə artır və bir çoxlarında gedən qatara tullanmaq istəyi yaranır. Yəni FOMO effekti almağa sövq edir. Ancaq daha dərindən maliyyə axınlarını və marjdanlığı baxmağa dəyər. İnvestor marağı həqiqətən böyükdür. Pullar daxil olur, bazar böyüyür. 2024-cü ildə kvant hesablamaları bazarı təxminən 300 milyon dollar qiymətləndirilirdi. 2030-cu ilə qədər isə 4 milyard dollara çata bilər. Perspektivlər yüksəkdir, lakin nüanslar da var. Şirkət zərərli işləyir. Marjinallıq mənfi 885%. Bu böyük mənfi nəticədir. Mənfəət yoxdur. Buna görə də PE, yəni qiymət mənfəət əmsalı mövcud deyil. PS kapitallaşmanın gəlirə nisbəti əmsalı 321 təşkil edir. Yəni şirkətə öz səhmlərinin dəyərini cari gəliri ilə ödəmək üçün 321 il lazım gələcək. Şirkətin balansı dəyəri bazar dəyərindən 17 dəfə azdır. Əgər səhmin qiyməti 72 dollardırsa, müasibət balansı üzrə onun real dəyəri təxminən 5 dollardır. Nəticə, şirkət böyük zərərlidir və eyni zamanda həddindən artıq yüksək qiymətləndirilib. İndi baxaq, son illərdə şirkətin gəlirləri və zərərləri necə dəyişib? Görürük ki, ötən il gəlir 2 milyondan 7 milyon dollara qədər artıb. Bu müsbət dinamikadır. Lakin eyni zamanda xalis zərər də artıb. Mənfi 15 milyondan mənfi 50 milyona qədər mənfi 50 milyon dollara qədər. Yəni biznes həqiqətən inkişaf edir, müştərilər və yeni müqavilələr yaranır, lakin xərclər gəlirlərdən qat-qat sürətlə artır. Bu innovativ şirkətlər, xüsusən də dərin texnologiya, yəni deep tech sayəsində çalışanlar üçün tipik bir vəziyyətdir. Əvvəlcə tədqiqatlara və avadanlıqlara böyük sərmayələr qoyulur. Mənfəət isə daha sonra gəlir. Ancaq EON vəziyyət onunla mürəkkəbləşir ki, borc yükü də artır. Şirkət əsasən səhm emissiyası hesabına yaşayır. Maliyyə cəlb etmək üçün yeni qiymətli kağızlar buraxır. Bu deməkdir ki, mövcud səhmdarların payı tədricən əriyir. Gələcəkdə potensial mənfəət isə getdikcə daha çox sayda investor arasında bölünür. Şirkətin aksiyaları ümumilikdə artır. Lakin strukturu suallar doğurur. Aksiyələrin böyük hissəsi qeyri-maddi resurslar və goodwill-dir. Real istehsal gücləri isə və ya avadanlığı yoxdur.
Başqa sözlə, balansın əhəmiyyətli bir hissəsi fiziki və ya likvid aktivlər deyil, gözləntilər və qiymətləndirilmələrdir. Bundan əlavə, borc öhdəliklərinin artması müşahidə olunur. Əgər tendensiya davam edərsə, mənfəətə çıxmadan 2-3 ildən sonra şirkət likvidlik kəsiri ilə üzləşə bilər. Burada bir sual yaranır. Əgər şirkət zərərlənirsə və həddən artıq yüksək qiymətləndirilibsə, səhmləri niyə almaqla davam edirlər və qiymətlər niyə artır? Bir neçə cavab var. Birincisi, hype effekti. Kvant texnologiyaları trenddədir. İnsanlar mənfəət deyil, xəyalı alırlar. Onlar inanırlar ki, nə vaxtsa bu sektor çox yüksələcək və onlar mərkəzdə olmaq istəyirlər. İkinci, institusional investorların aktiv iştirakı. Böyük oyuncular çox vaxt belə şirkətlərə cari mənfəətə görə deyil, texnoloji potensiala görə daxil olurlar. 3. Aşağı kapitallaşma bazası. Kiçik şirkətlər hətta cüzi investisiyalarla belə yüzlərlə faiz artım göstərə bilərlər. 4. Manipulyasiyalar və spekulyasiyalar. Belə səhmlərdə fonlar və fərdi traderlər tez oynayır. Maraq dalğasında qiymətləri qaldırır və mənfəət qeydə alınır. Beləliklə, artım var, lakin o spekulativdir. Maliyyə göstəriciləri zəifdir. Kvant texnologiyaların perspektivini uzun müddətlidir, lakin məhz İON hələlik dayanıqlı biznes modeli nümayiş etdirmir. Əgər siz belə aktivlərə investisiya qoyursunuzsa, başa düşmək vacibdir. Bu investisiya deyil, spekulyasiyadır və istənilən an qiymət fundamental səbəblər olmadan 70-90% enə bilər. Diqqət etdirməyə dəyər növbəti şirkət Rigetti Computing. O da kvant hesablamaları sayəsində fəal işləyir və özünü sənayenin pionerlərindən biri kimi mövqələndirir. Şirkət 2013-cü ildə təsis edilib və kvant prosesorların işlənib hazırlanması, həmçinin onların elmi və kommersiya məqsədləri üçün istifadəsi üçün proqram təminatının yaradılması ilə məşğul olub. Rigetti IBM, Google və D-Wave kimi nəhənglərlə rəqabət aparmağa çalışır. Lakin miqyasına və resurslarına görə onlardan xeyli geri qalır. Maliyyə göstəricilərinə baxsaq, oxşar mənzərəni görərik. 2024-cü ildə gəlir təxminən 13 milyon dollar, xalic zərər mənfi 54 milyon, marjinallıq mənfidir. Şirkət elmi tədqiqat fəaliyyəti fəal şəkildə inkişaf etdirir. Lakin biznes modeli hələlik dayanıqlı pul axını təmin etmir. Bununla belə, son bir ildə Rigetti səhmlərinin təxminən 200% artıb. Bu da eyni gözlənti effekti ilə izah olunur. İnvestorlar inanırlar ki, əgər texnologiya kütləvi olarsa, bazara ilk çıxan şirkətlər nəhəng mənfəət əldə edə biləcəklər. Bu sektordakı bütün oyuncuların qarşılaşdığı əsas problem kvant kompüterlərinin kommersiya miqyasında praktiki tətbiqinin olmamasıdır. Bəli, texnoloji baxımdan irəliləyiş var. Google və IBM artıq kvant hesablarını nümayiş etdiriblər. Lakin praktikada onlar hələ mənfəət gətirmir. Bütün mövcud kvant maşınları ekstremal şərait tələb edir. Aşağı temperatur, elektromagnet sahələrinin qorunma və texniki xidmət üçün böyük xərclər. Beləliklə, hələlik kvant kompüterləri kommersiya məhsulları deyil, eksperimental laboratoriya qurğularıdır. Çətinliklərə baxmayaraq, kvant texnologiyaları böyük potensiala malikdir. Gələcəkdən danışsaq, məhz kvant kompüteri bunları edə bilər. Bugün adi superkompüterlər üçün əlçatmaz olan məsələləri həll etmək, mürəkkəb kimyəvi və bioloji prosesləri modelləşdirmək, logistika və maliyyə hesablarını optimallaşdırmaq, müasir şifrələmə sistemlərini sındırmaq və ya əksinə inkişaf etdirmək. Yəni, əgər texnologiya həqiqətən kommersiya səviyyəsinə çıxsa, bu bütün IT sahəsi, energetika və maliyyə sahəsində alt-üst edə bilər. Analitiklərin məlumatına görə 2024-cü ildə kvant hesablamaları bazarı təxminən 300 milyon dollar qiymətləndirirdi. 2030-cu ilə qədər isə 4-5 milyard dollara qədər arta bilər. Ancaq başa düşmək vacibdir. Bazarın böyüməsi o demək deyil ki, bu sektordakı bütün şirkətlər mənfəətli olacaq.
2000-ci illərin internet boomunda olduğu kimi, yüzlərlə startapdan yalnız bir neçəsi sağ qalacaq. Əksəriyyəti ya iflas edəcək və ya daha böyük oyuncular tərəfindən məğlub ediləcək. İnvestorlar üçün risklər. 1. Yüksək volatillik. Kvant şirkətlərinin səhmləri bir gün ərzində onlarla faiz arta və ya əksinə düşə bilər. 2. Mənfəətin olmaması. Hələlik bu sektordakı ictimai şirkətlərin heç biri dayanıqlı gəlir nümayiş etdirmir. 3. Maliyyələmədən asılılıq. Kənar investisiyalar olmadan bu bizneslər sağ qalmayacaqlar. 4. Texnoloji qeyri-müəyyənlik. Mümkündür ki, kvant hesablamaları yaxın illərdə kommersiya baxımından tətbiq oluna bilməsin. Kvant hesablamaları yüksək riskli investisiya zonasıdır. Potensial böyükdür. Lakin mənfəətə gedən yol uzundur və hələ təxmin etmək çətindir. Əksər fərdi investorlar üçün belə aktivlərə yalnız portfelin kiçik bir hissə kimi yüksək risk, yüksək potensial gəlirlik bölməsində baxıla bilər. Əsas odur ki, başa düşəsiniz ki, cari nəticələrə deyil, 10-15 ildən sonra reallaşa biləcək bir ideyaya sərmayə qoyursunuz. Bütün risklərə baxmayaraq, kvant texnologiyaları gələcəyin ən perspektivli istiqamətlərindən biri olaraq qalır. Demək olar ki, bütün texnoloji nəhənglər Google, IBM, Microsoft, Intel, Amazon kvant tədqiqatına və inkişafına milyardlarla dollar sərmayə qoyurlar. Niyə? Çünki kvant hesablamaları internetin və ya smartfonun ixtirası ilə müqayisə oluna biləcək texnologiya təkamülünün yeni mərhələsi ola bilər. Əgər şirkətlər mövcud texniki maneələri aşa bilsələr, qubitlərin qeyri-sabitliyi, miqyaslandırma mürəkkəbliyi, soyutma xərcləri, o zaman kvant kompüterləri hesablama imkanları tamamilə yeni bir səviyyə açacaq. Analitiklər hesab edirlər ki, kvant texnologiyaların sənaye, əczaçılıq və maliyyə sahələrində kommersiya məqsədi ilə istifadəsi 2030-2035-ci illərdən tez başlamayacaq. Yəni, indi prototiplərin yaratdığı eksperimentlərin aparıldığı və liderlik uğrunda mübarizənin getdiyi erkən mərhələdir. İnvestorlar üçün bu o deməkdir ki, qısa müddətli perspektivdə bu yüksək spekulyasiyadır. Uzun müddətli perspektivdə isə, əgər sağ qalarsa, potensial olaraq super gəlirli bir istiqamət. İnvestorlara məsləhətlər. 1. Kvant hesablamaları sektoruna portfelinizin 1-3%-dən çoxunu yatırmayın. Bu, kapitalın əhəmiyyətli bir hissəsi itirməyən, asan olduğu riskli bir zonadır. 2. Əgər volatilliyə hazır deyilsinizsə, ayrı-ayrı şirkətlərə deyil, diversifikasiya olunmuş fondlar və ya ETF-lər vasitəsilə investisiya edin. 3. Böyük oyuncuları izləyin. IBM, Google və Microsoft sənayənin tempini müəyyən edəcək. Onların uğurları və uğursuzluqları bütün kvant startapların gələcəyini təyin edəcək. 4. Təkcə qrafikin artımına deyil, fundamental göstəricilərə baxın. Maliyyə göstəricilərinin yaxşılaşması olmadan qiymət artımı çox vaxt spekulyasiyalara işarə edir. 5. Xəyalları deyil, biznes satınları. Əgər şirkət ideya satırsa, lakin gəlirli müştərilər və aydın modelləri yoxdursa, bu investisiya deyil, şansa mərc etməkdir. Əgər siz də investisiya etmək istəyirsinizsə, lakin nədən başlamaq lazım olduğunu bilmirsinizsə, biz sizə köməklik edə bilərik. Videonun təsvirindəki linkə keçid edin və orada qısa formanı doldurun. Sizin tələblərinizi əsasən bizim komandamızın müvafiq üzvü sizinlə əlaqə saxlayacaq və investisiya aləmində ilkin addımları atmağa köməklik edəcəksə. Ümumi nəticə, kvant hesablamaları tibbdən maliyyəyə qədər hər şeyi dəyişdirə biləcək elmi inqilabdır. Lakin investisiya baxımından bu indi hazır bir bazar deyil. Kimi sağ qalacağı hələ bəlli olmayan eksperimental bir zonadır. Ona görə də belə investisiyalar uzun müddətli venture layihəsi kimi yanaşın. Ya demək olar ki, hər şeyi itirəcəksiniz, ya da 10 ildən sonra onlarla qat çox qazanacaqsınız. Əsas odur ki, hansı mərhələdə daxil olduğunuz və bunu nə üçün etdiyinizi anlayasınız. Əgər gözləməyə, təhlil etməyə və strateji düşünməyə hazırsınızsa, o zaman növbəti hype-ın növbəti iştirakçısı deyil, gələcək investor olmaq şansınız var. Sizin İlyas Akademiyadır. Video bəyəndinizsə,
like etməyi, kanala abunə olmağı və Telegram kanala qoşulmağı unutmayın. Növbəti videoda görüşənədək hamıya uğurlu misi çalar.